Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tirana şəhərində ictimai televiziyanın suallarını cavablandırıb. Müxbirimizin Ermənistanın konstitusiyasına ediləcək dəyişikliklər çərçivəsində Azərbaycana qarşı ərazi iddiaları olan müddəalar çıxarılacaqmı sualına Ermənistan baş naziri belə cavab verib. Bizim hələlik yeni konstitusiya layihəmiz yoxdur. Biz konstitusiyamızı təhlil etmişik. Biz Azərbaycanın qaldırdığı məsələləri bilirik. Aydındır ki, bizim Konstitusiya Məhkəməsinin qərarına əsasən de jure bizim qüvvədə olan konstitusiyamızda qonşularımıza qarşı heç bir ərazi iddiaları yoxdur. Bu artıq hüquqi cəhətdən qeyd olunmuş faktdır. Bu çox vacibdir. Azərbaycanda isə bu fikirlə razı deyirlər. Beynəlxalq hüquq üzrə mütəxəssislər hesab edir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası qara hərflərdən yazılıb. Konstitusiya Məhkəməsi indiki tərkibdə bu qərarı verib. Sabah tərkibi dəyişə bilər. Başqa bir tərkib, başqa düşüncəli hakimlər gələ bilər. Ya da elə bu hakim heyəti ilə Konstitusiya Məhkəməsi hansı siyasi konjunkturaya uyğun o qərarını ləğv edə bilər. O bizə heç bir zəmanət vermir. Ona görə bizə həqiqətən lazımdır ki, Ermənistan konstitusiyasını dəyişsin. Biz əslində yalnız preambulada dəyişiklik istəmişik. Bizim konstitusiyanın özü ilə elə bir işimiz yoxdur. Amma Konstitusiyanın Məhkəməsinin son qərarı Ermənistanda artıq elə halı yaradıb ki, Ermənistan artıq preambulasını dəyişə bilməyəcək. Gərək bütün konstitusiyasını dəyişsin. O da bizdən qaynaqlanan bir problem deyil. Odur ki, Paşinyanın bu sözləri hüquqi baxımdan heç bir mənası yoxdur. Ermənistan baş naziri həmçinin Azərbaycan konstitusiyasında ölkəsinə qarşı ərazi iddialarının olduğunu, lakin rəsmi İrəvanın bu məsələni qaldırmadığını deyib. Daha bir nüans. Bizim də narahatlığımız var ki, Azərbaycanın da konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var. Lakin biz bu məsələni qaldırmırıq. Necə ki, Azərbaycan qaldırır. Niyə? Ona görə ki, biz aydın şəkildə razılaşdırılmış sülh müqaviləsi layihəsində görürük ki, bu məsələ həll olunub. Azərbaycanda isə hesab edirlər ki, bu iddia tamamilə absurddur və siyasi məqsədlər güdür. Birincisi, bizim konstitusiyada, mətndə heç bir ərazi iddiası yoxdur kimsəyə qarşı, heç bir qonşumuza. Bunları daha çox sui-istifadə etdiyi nədir? Bizim 18 oktyabr 1991-ci ildə qəbul olunmuş dövlət suverenliyi haqqında konstitusiya aktında belə bir cümlə var ki, Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bir bu. Bir də yeni konstitusiya bu akta əsasən qəbul olunmalıdır. İkinci şərt əməl olundu. Bu konstitusiya həmin akta uyğun qəbul olundu. Onunla da suverenlik haqqında akt öz tarixi funksiyasını yerinə yetirmiş oldu. Amma o varislik məsələsi ümumiyyətcə ərazi ilə bağlı deyil. Varislik nə ərazi haqqındadır, varislik nə idarəçilik forması haqqındadır. Ona qalırsa o zaman parlament respublikasıdır, indi prezident respublikasıdır. O zaman 114 min kvadrat kilometrdir, indi 86 min kvadrat kilometrdir. Onun ərazi ilə bir daxili hətta siyasi quruluşla da əlaqəsi yoxdur. Varislik beynəlxalq hüquq məsələsidir. Bir dövlətin beynəlxalq hüquq öhdəlikləri haqqındadır. Viyana konvensiyası var varislik haqqında beynəlxalq müqavilələrdə. Orada çox aydın yazılıb. Orada önəmli şərtlər var. O şərtlərdən biri time of succession ingiliscəsi belə gedir. Ruslar moment pravopreemstva adlandırırlar. Varislik zamanı müddət. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi əlindən alındı və Azərbaycan yenidən müstəqilliyini 1991-ci ildə bərpa edə bildi. Yəni 71 ilə uzanmış varislik zamanı ola bilməz. Bu mümkün də deyil. Nikol Paşinyan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı problem görmədiyini deyir, lakin bunu sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda mümkün sayır. Gəlin həmin saatda, həmin gün, həmin yerdə sülh müqaviləsini və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə sənədi, bəyanatı imzalayaq. Mən dəfələrlə publik şəkildə bu barədə demişəm. Buna hazır olduğumuzu təsdiq edirəm.
подтверждаю эту нашу готовность. Millət vəkili Erkin Qədirli isə hesab edir ki, Minsk qrupunun buraxılması uzun prosedurdur və vaxt tələb edir. Bunun üçün ən azından ATƏT-ə üzv olan bütün ölkələrin dövlət başçılarının iştirakı ilə zirvə toplantısı keçirilməlidir və yekdilliklə qərar verilməlidir. Əgər Ermənistan səmimidirsə, Azərbaycanla birlikdə Minsk qrupundan çıxdığını elan edə bilər. Ermənistanla Azərbaycan kiməsə nəsə xahiş eləmək yerinə ki, Minsk qrupunu buraxın, özləri bəyan edə bilərlər ki, biz Minsk qrupundan çıxırıq. Bununla əslində Ermənistansız və Azərbaycansız o yerdə qalan 9 ölkə, hansı ki Minsk qrupunu adlandıracaq, o çox absurd, mənasız bir quruma çevriləcək. Çünki onları yaratmışdılar Qarabağ münaqişəsini həll etmək üçün. Qarabağ münaqişəsinin iştirakçısı olan iki dövlət deyirlər ki, artıq bu münaqişə bitib. Siz bizə lazım deyirsiniz və çıxırlar. Qeyd edək ki, bu Ermənistan baş nazirinin Azərbaycan mediasına ilk müsahibəsidir. 5 il bundan əvvəl bu cür müsahibənin olmasını təsəvvür belə etmək mümkün değildi. Bu, Azərbaycanın vətən müharibəsində əldə etdiyi şanlı qələbənin, antiterror əməliyyatının bu illər ərzində yürütdüyü siyasətin nəticəsidir. Məhz hərbi güc və uğurlu siyasətin vəhdətinin nəticəsidir ki, təxminən 5 il bundan əvvəl Qarabağ Ermənistandır deyən baş nazir, daha sonra Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi. Bugünsə sülh müqaviləsinin imzalanmasını arzulayır. Azərbaycan bu təkamülə gücü və siyasi iradəsi ilə nail olub. Qarabağ, Azərbaycan